müxalifət Azərbaycan hakimiyyətinin, ümumiyyətlə bütün hakimiyyətlərin, təkcə Azərbaycan hakimiyyətini yox, hakimiyyətlərin yaramazlığına qarşı cəmiyyətin, müqavimətin təşkil edən qüvvədir. Müxalifət cəmiyyətin, istənilən cəmiyyətin, Fransa cəmiyyətində də, Almaniyada da, Amerikada da müqavimətin təşkil edir. Müqaviməti olmayan cəmiyyət hakimiyyətin o tapdağı altında əzilib, itib, sıradan çıxır. Deyə bilərsiniz ki, Natiq, onsuz da biz əzilirik də. Biz Azərbaycan hökuməti, hakimiyyəti İlham Əliyev hansı hörməti qoyur ki, cəmiyyətə müxalifətin oradan yoxa çıxandan sonra başqa cür olsun. Başqa cür ola bilir, əzizim. Başqa cür ola bilir. O pis lətifəni bilirsiniz də, bir nəfəri asmağa aparırlar, yanında da bir nəfər. Asa-asa o edam məsələsinə gedə-gedə yanındakı deyir ki, buna da şükür. O ümumiyyətlə əvvəlcədən elə şükran imiş, deyirmiş ki, buna da şükür, buna da şükür, nə olurmuşsa. Həbs olanda da deyib, buna da şükür. Məhkəmə qərarı çıxanda da deyir, buna da şükür. Artıq dar ağacına da aparanda deyirlər ki, yenə də deyəndə ki, buna da şükür. Bu dustaq yoldaşı deyir ki, rəhmətliyin nəvəsi, sən bu şükürünlə bizi boğaza yığdınıb, asılmağa gedirik. Bunu nə ilə şükür eləyəcək? Onun bir biədəf variantı var, mən onu demirəm. Adam içərisinə çıxaran vəziyyət variantı budur ki, deyir, bala, şükür ona görə eləyirəm ki, bunlar o asılacağımız kəndirin pulun və ona sürtüləcək sabunu da bizə aldırmadılar. Pisin sərhədi yoxdur. Bugün Azərbaycan müxalifətinin, şəxsən Əli Kərimlinin, artıq burada təvəzzükarlığa yer yoxdur və Xalq Cəbhəsinin üzvlərinin və tərəfdarlarının sayəsində biz ona nail olmuşuq ki, hələ Azərbaycanda Əliyev diktaturası o pika çatmasın. O Şimali Koreyada gördüyümüz mənzərə var, cəmaatda insanları zombiyə döndürüblər. Kukliyə döndürüblər. Eləcə də qardaş Türkmenistanda. Baxırsınız, orada insanlar nə vəziyyətdədir. İnsanların ümumiyyətlə psixologiyası sarsılıb. Və İlham Əliyev heç də düşünməyin ki, o Kim Çin İrdən, nə bilim, Səfər Muradın layiqli davamçısı Qurbanqulu Berdi Məhəmmədovdan vicdanlıdır, intellektualdır və s. Xeyr. İlham Əliyevi o cür diktatorlar kimi etməkdən saxlayan iki səbəb var. Bir, pis, yaxşı biz Avropa ailəsindəyik, Avropa zonasındayıq. Bizim müəyyən ənənələrimiz var, Xalq Cümhuriyyəti, eləcə də Milli Azadlıq Hərəkatı, insanlar azdan çoxdan demokratiyanın, insan haqlarının nə olduğunu bilib və bu insanların içərisindən çıxan cəhbətçilər müqavimət göstəriblər, tənqid eləməklə, hakimiyyəti sıxışdırmaqla, dilə gətirməklə, ifşa eləməklə onu yaradıb ki, küçənin ortasında adamları taplayıblar, maşınlarla adi şəkildə gedərlər. Mən bəlağətlə deyirəm də, mənim nə demək istədiyimizi başa düşürsünüz. Və insanlardan tələb olunar ki, hökumətin onlara qarşı etdiyi hər pisliyi çıxıb efirdən yaxşılıq kimi tərifləsinlər. Yəni gəlib sənin evini uçurdacaqlar, eşiyini uçurdacaqlar, özünün, övladlarının, ailənin başına 1000 bir müsibəti gətirəcəklər və səndən də tələb eləyəcəklər ki, çıx televiziyada deyinən ki, bu yaxşı bir işdir. Nağılı oxşayır, elədimi? Amma qətiyyən bu nağıl deyil. Bütün diktatura rejimlərinin tarixini oxusanız, baxsanız, nəzərdən keçsəniz, mənim danışdığım onların yanında uşaq işidir. Diktatura elə meymunluqlara, elə iğrənc şeylərə yol açır ki, danışılası deyil. Və mənim bu dediklərim elə Azərbaycanın özündə də olub. Məsələn, o Sovet dövründəki Mirzəfər Bağırov, Stalin dövründəki istintaqlara, məhkəmə işlərinə baxın. Adam çıxır öz repressiya olunan, günahsız yerə həbs olunan, güllənən əri haqqında, arvadı haqqında, qardaşı haqqında elə latayır sözlər, ləyaqətsiz sözlər deyir, yazır, mətbuatda çıxış eləyir. Bunu onlardan tələb eləyiblər və onların da dövlət, böyük dövlət aparatı qarşısında dayanmağa nə gücləri olub, nə də o dərəcədə belə deyək, ləyaqətləri, vicdanları imkan vermir ki, bu adam günahsız adamdır, həm də mənim doğmamdır, qanı qanımdan, canımdandır. Mən niyə belə çıxıb şey deyirəm? Bu təcrübəni Azərbaycanlılar da yaşayıb. Sadəcə indi ötüb keçib deyə xəbərimiz, çox adamın xəbəri yoxdur. Amma tarix kitablarında bunların hamısı qalıb.
İlham Əliyevin yaratdığı diktatura rejimində, qurmaq istədiyi, xəyal elədiyi diktatura rejimində təkcə siyasi məsələlər məhdudlaşmayacaq ki, təkcə siyasəti bunlar məhdudlaşdırsaydılar, Azərbaycan insanda məsələn özbəklər kimi, Belarus kimi bir təhər yaşayar da, deyərdi ki, mənə yeməyim, içməyim, dolanışığım barədə problem yoxdur. İndi siyasət biraz üstün səviyyədir, ondan maraqlanmır. Bunlar axı bizim siyasətdən kənarda bütün sahələrə görməmiş kimi əl qoyublar. Kənd təsərrüfatı deyirsən bunların, film sənayesi deyirsən bunların. Yeri gəlmişkən bayaq oxudum ki, 2024-cü ildə Azərbaycan bütün film sektoruna ayrılan pulun yarısını kimə veriblər? Düz tapdınız, mənim qardaşıma. Burada da yanıldım. İlham Əliyevin qızı Arzu Əliyevə. Pulu yoxdur da, zavallılar neynəsin, amma ürəyi də incəsənət eşqi ilə, yazıb, yaratmaqla, çəkməklə alışıb yanır və maliyyə lazımdır. Maliyyəni də sağ olsun dövlətimiz bütün film sektoruna ayrılan pulun yarısını verib Arzu Əliyevə ki, çək, göstər Azərbaycan xalqına. Film sənayesinə əl qoyublar, təhsilə əl qoyublar, tibbə əl qoyublar, dərmana əl qoyublar. Hər şey bunlarındır və hər bir sahəni müstərcünə qoyublar. Və istəmirlər ki, bunların yaratdığı o müstər şəraitə insanlar pis söz desin. Daha doğrusu öz adı ilə çağırsın. Desin ki, məsələn, sənin yaratdığın səhiyyə sistemi qüsurludur. Rüşvət var, özbaşınalığı var. Sənin yaratdığın məhkəmədə ədalət təmin olunmur. Ədalətsizlik orada zurna balaban çalır. Kənd təsərrüfatında. Beləliklə, diktatura sistemləri bizim bütün həyat sferamıza təsir edir. Özdə negativ mənada. İndi gənclər üçün təəccüblü olacaq. Sovet dövründə, bax, bugün hər evdə yəqin ki 7-8 dənə cins şalvar var. İndi cins şalvarlar mənim uşaqlığımın türkdü də Sovet İttifaqına. Mənim yadımdadır ki, biz necə həsrətində idik ki, cins şalvarımız olsun. Sovet vətəndaşları o cins şalvarı 1001 əzab əziyyətlə, yəni dolayısı yolla kontrabanda kimi alıb geyinirdi və geyinənlərə də pis baxırdılar. Deyirdilər ki, Qərb dövlətlərinin, burjuaziyanın nökərləri, təbliğatçıları və s. Saç saxlayırdı adamlar, oğlanlar, nə bilim, formada, müəyyən bir formada. Onları tuturdular, polisə aparıb atırdılar, saçlarını qırxırdılar, incidirdilər. Yəni, bu çox bəsit nümunəni ona görə verdim ki, diktatura təkcə siyasətçilərlə məşğul olmur. Hər evə, hər işə burun soxur. İnsanların gülüşü necə olmalıdır, hətta onu müəyyən edir. Yenə deyim, məsələn, hələ mən danışıram Sovet İttifaqının, üzr istəyirəm, xeyli dərəcədə yumşalan variantın, perestroika dövrün. O zaman bir kitab çıxmışdı, Ailə. Bilmirəm, oxuyanız var idi, yoxsa yox. Orta məktəbdə tədris olunan idi. İnanırsınız, əziz dostlar, indi təəccüblü gələcək. Orada bir bölüm var idi ki, Sovet gənci, oğlanı necə olmalıdır, Sovet qızı necə olmalıdır. Orada göstərilirdi ki, məsələn, necə gülməlidir. Sovet gənci necə gülməlidir, necə geyinməlidir, necə saqqalın qırxmalıdır, bığın qırxmalıdır. Yəni, bir dəfə taparam o kitabı, çəkib burada göstərərəm, lap inandırıcı olar. Yəni, mən bunları fantaziyam kimi demirlər. Nələr ki, fantaziyamda onları deyirəm ki, bu mənim təxəyyülümdür. Yəni, insanları robotlaşdırmaq, inqibaturlaşdırmaq, heç kimin fərqli düşüncəsinə yer qoymamaq, insanları səfalət içərisində saxlamaq və onların şəxsi ləyaqət hissindən məhrum etmə. İlham Əliyevin Əli Kərimlini həbs etməsinin planın, o xəritəni, o portreti bütövlükdə görəndə bunu biz görməliyik. Məqsəd burada Əli Kərimli, Xalq Cəbhəsi deyil. Nə Əli Kərimlinin, nə Xalq Cəbhəsinin, şəxsən Natiq Ədilovun İlham Əliyevlə heç bir şəxsi ədavəti alıb verəcəyi yoxdur. Bizim davamız millət davasıdır, pafoslu səslənsə də. Bizim davamız oğruya oğru deyilsin Azərbaycanda. Budur. Həqiqətə həqiqət deyilsin. Yalancıya yalancı deyilsin və ictimai qınağa məhrum edilsin o adamlar. Yoxsa Azərbaycanda vəziyyət elə gəlib çatıb ki, bir məmurun biz rüşvət aldığın eşitmirik, Allaha şükür, belə bir şey yoxdur.
Amma eşitsək ki, hansısa nazir, hansısa məmur, icra başçısı rüşvət almır, təəccüblənərik, deyərik ki, bu dünyanın yəqin 9-cu möcüzəsidir. Bu cür murdarlığı, bu cür negativ halı Azərbaycanda normaya döndərə bilən Əliyev. Bu adam, bu sülalə boğaza qədər kriminala batıb, cinayətə batıb və kreslo şövqü bunları elə zəhərləyib, elə xəstələndirib ki, özlərin o kreslodan kənar hiss eləyə bilmirlər. Üstəlik bununla yanaşı xalqı da özlərinə borclu bilirlər. Azərbaycanın yeraltı, yerüstü sərvətini süng eləyib sümürüblər və hələ də bunlara elə gəlir ki, mən Əliyev ailəsini nəzərdə tuturam ki, Azərbaycan insanları bunlara borcludur. Azərbaycanlılar bunlara gecə-gündüz qurban kəsməlidir, eləcə də ömürlərinin bir hissəsini kəsib bunlara bağışlamalıdır. Bax, bu gedişatın mən istəyirəm ki, Azərbaycan insanlarının fərqində olsunlar. Sabah Əli Kərimlinin məhkəməsidir. Mən buradan bilmirəm, o hakim məni eşidəcək, eşitməyəcək. O hakimi də cəsarət göstərməyə dəvət edirəm. Obyektiv baxsın, bu işi rədd eləsin. Düzdür, onun işin mahiyyətinə baxmaq hüququ yoxdur, amma orada alternativ variantlar seçmə imkanı var. Ev dustaqlığı, nə bilim, cərmi ilə və s. Necə olur ki, qatı-qatı cinayətkarları azadlıqda gəzir, Əli Kərimli həbsxanada oturmalıdır. O hakim həyatın üçün ən ləyaqətli addımı atmış olar və Azərbaycan tarixinə adın yazdırmış olar. Heç kim də ona görə onu öldürüb eləməyəcək. Ümumiyyətlə, biz nə vaxt cəsarət göstərməliyik? Millətin taliyi ilə bağlı bəlli adamlar söz deməli deyil ki. İndi kimi dindirirsən bəzən, deyir ki, hamı öz işi ilə məşğul olmalıdır, müəllim müəllimliyi eləməlidir, həkim həkimliyi eləməlidir, nə bilim, sürücü sürücüliyini eləməlidir. Xeyr, siyasət hamının işidir. Hamı siyasətlə məşğul olmalıdır və onun borcudur. Heç kim demir ki, müəllim işin gücünü açsın, bütün günü siyasətlə məşğul olsun, və yaxud da həkim, və yaxud da digəri. Respublika Latın sözüdür, hamını qayğılandıran iş deməkdir. Dövlətin, millətin taleyi, müqəddəratı hamını qayğılandırmalıdır. Hamı siyasətlə məşğul olmalıdır, bu vətəndaşlıq borcudur. Bizim müqəddəratımızdan söz gedir. Heç kim anadan olanda onun pasportuna və yaxud da şəxsiyyət vərəqəsinə yazılmır ki, bu siyasətçidir. Və siyasətçi olmaq da, siyasətlə məşğul olmaq peşəkar siyasətçilik demək deyil. Siyasətlə məşğul olmaq odur ki, ölkənin idarə edilməsinə laqeyd qalmırsan. Axı, bu sənin taleyindir. Bu dılğır deputatlar bizim əmək haqqımızı müəyyən edir. Xəbəriniz oldu, bu günləri 425 manat Azərbaycan üçün minimal əmək haqqını müəyyən elədilər. 425 manat. Mən hələ demirəm ki, Azərbaycanlıların neçəsi bu əmək haqqlarından məhrumdur, işsizdir. Amma işləyənlər üçün minimum əmək haqqının 400 manat olması nə deməkdir? Bax, o deputatların minimal əmək haqqısı 7500-dür. Heç bir işdə görmürlər. Heç bir iş. Əllərinə yazırlar, konspekti verirlər, gəlib orada oxuyurlar. Millətin mənafiyindən çıxış eləmək onların vecinə deyil, heç biri də səs almır. 7500 deputatlar maaş alır, qazilərimiz 80 manat. Təqaüdçülərimiz də nə qədər alır bilmirəm, indi yazın. Yaxşı, siyasətə qarışmaq budur ki, sən tələb qoyursan, sual qoyursan ki, niyə bu qədər kəskin təbəqələşmə olmalıdır? Niyə görə polisdə, məhkəmədə, müxtəlif dövlət idarələrindən adi halmış kimi adamlardan rüşvət alınmalıdır, adamlar süründürməlidir? Niyə görə Azərbaycan məktəblərində təhsil ölüb? Azərbaycan səhiyyə sistemində bahalıq, özbaşınalıq, antisantariya baş alıb gedir. Sözün məcazi və hərfi mənasında. Bahalıq hara qədər dirəşməlidir, getməlidir, şaxa qalxmalıdır. Kimdir bunlara cavab deyir? Siyasətə qarışmaq vaxt budur, bunları danışmaqdır. Və kimsə düşünürsə ki, müxalifət olmadan biz bunları eləyəcək, heç bir problem yoxdur, yanılırsınız. Bugün bu müxalifətin hesabına biz müəyyən sözləri deyirik.
Eləcə də başqaları ki var. Məsələn, İlham Əliyevə toxunmurlar. Hansısa nazirləri, hansısa komitə sədrlərin və s. tənqid edirlər. Əmin olun, müxalifəti sıradan çıxara bilsə Əliyev, mən ümid edirəm ki, bunu bacarmayacaq. Sizə heç, məsələn, küçədə dövlətin bastırdığı o dirəklər yoxdur. Desiniz ki, bunun rəngi solub, ona görə də aparıb sizin cibinizdən nəsə çıxarda biləcəklər. Bu, bütün totalitar diktatura rejimlərinin mahiyyətinə aid olan məsələdir.